Bu gün yenə for loop ilə davam edirik. Bugünkü proqramımız yenə çox sadə proqramdır. For loopun istifadəsini təkmilləşdirmək üçün biz elə bir proqram yaradacağıq. Bu proqram 1-dən 10-a qədər olan ədədləri çap edəcək və 3-ə və 5-ə bölünən ədədləri yalnız çap edəcək. Gəlin başlayaq. Yazıram for let i ilkin dəyişən olaraq bərabər edirəm 1-ə. Daha sonra həmən bu i 100-ə bərabər olana qədər və 100-dən kiçik olmaq şərti ilə inkrement olsun, artsın və hər dəfə dövr edib artdıqca bir şərt blokunun içindən keçsin. Bu şərt bloku nədir? Yəni ki, əgər i bərabərdirsə, i yəni 3-ə bölünəndə qalıqda 0 qalırsa və i 5-ə bölünəndə qalıqda 0 qalırsa, onda mənim konsoluma i-ni çap et. Baxın, buradakı məntiqi izah edeyim. For loop ilə artıq tanışıq. For let i ilkin dəyişən olaraq 1 təyin elədik. 100-ə qədər olan ədədlər üçün bu şərt blokunu yazırıq və i-ni artırırıq. Hər dəfə dövr elədikcə şərt blokunun içindən keçir. Əgər hazırki i 3-ə bölünəndə qalıqda 0 alınırsa və, baxın bu və işarəsidir, 5-ə bölünəndə qalıqda 0 qalırsa, o zaman i-ni çap et. Və gələk konsola baxaq, görək çap etdimi. Baxın, burada hamısını çap edin. Bu video bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər.